Müəllim, bu gələcək və davamlılıqdan danışaq. Siz az öncə vurğuladınız ki, COP29-dan sonra da bu dayanıqlılıq söhbəti mövzusu daha çox gündəmə gəldi. Nə deyə bilərsiniz bu dayanıqlı iş mühiti barəsində? Yəni bu dayanıqlı iş mühitini yaratmaq üçün hansı addımlar atmaq daha vacib hesab edilir? Bu da əlbəttə gözəl sualdır. Nəyə görə gözəldir? Çünki gələcək barədə danışacağıq. Dayanıqlılıq dedikdə insanlar çox zaman qatışdırır. Dayanıqlılıq, ekologiya, ətraf mühit. Qeyd etmişik, ekologiya və ətraf mühit bir-birindən fərqlidir. Ekologiya elminin özü də ətraf mühit isə bizə əhatə edən bir mühitdir. Hansı ki, biz öz iş yerimizdə və yaxud öz evimizdə fəaliyyətlərimiz zamanı mövcud ətraf mühitimizə təsir göstərir. Amma dayanıqlılıq ekologiya və ətraf mühit anlayışı deyil. Dayanıqlılıq tərkibində, içərisində biznes də var, iqtisadiyyat var. Dayanıqlılıq sosial sahəni əhatə edir. Yəni human rights dediyimiz məsələlər var. Və dayanıqlılıq içərisində ətraf mühit var. Yəni biz ətraf mühitdən istifadə etməklə iqtisadiyyatımızı inkişaf etdirək, eyni zamanda əmək hüququmuzu qoruyarıq. Yəni burada artıq dayanıqlılığın içərisində çox zaman deyir ki, insanlar dayanıqlı ətraf mühitdir, amma sağlamlıq və əməyin mühafizəsi deyil. Bu yanlış bir şeydir, amma onun kifayət qədər bəndləri var ki, sağlamlıq və rifah haqqındadır. Necə deyərlər, məsuliyyətli istehsal və istehlak barədədir. Burada bunlar hardadır bu sözlər? Əgər biz dayanıqlıqdan danışırıqsa, biz mövcud ehtiyatları elə istifadə etməliyik ki, o gələcək nəsillərə etibarlı şəkildə çatsın. Təkcə qida yox, təkcə resurs yox, həm də təmiz hava, o sağlam təmiz havadan necə deyək, tənəffüs almalıdır və s. istənilən dayanıqlıq çox böyük bir anlayışdır və dayanıqlılığı əgər biz inkişaf etdirmək istəyiriksə, mütləq ölkəmiz hal-hazırda bu sahədə